Hər kəsə salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərə mən hər il qəbulda istifadə olunan ÜDÜM və ÜMÜM, yəni ümumi daxili məhsul və ümumi milli məhsul aid məsələ izahından qarşınızdayım. Deməli belə deyir ki, və keçən qəbulda istifadə olunan bir sualdır. Diqqət eləyək, bu il də yenə qəbulda qarşımıza çıxacaq. Deməli deyir ki, A ölkəsində ÜDÜM-ün həcmi 450 milyard dollar, ümumi ölkə xaricindəki dəyəri ÜDÜM-ün 20%-nə bərabərdir. Daha doğrusu 20%-nə qədərdir. Ölkədə xarici şirkətlərin payı 180 milyard dollardır. Ümumin dəyərinin nə qədər olduğunu hesablayın milyard dollarlarla. Bunun izahını biz belə veririk. ÜDÜM ümumi daxili məhsul 2 hissəyə ayrılır. Deməli, bir xarici şirkətlər, qısa yazıram, xarici şirkət, bir də daxili şirkət. Yəni məhsulun daxildən mi satılacağı şirkət məkan yoxsa xaricdən. Bu olur daxili və xarici şirkət. Bir də ümum deyirik. Ümum isə nədir? Ümumi milli məhsul. Burada isə bu da yenə daxili məhsul. Daxili deməli deyirik ki, məhsul xarici məhsul olaraq adlandırırıq. Yəni ümumi məhsuldur, ÜDÜM isə onun satıldığı yeri göstərir. Və deyək, məkanı bildirir. İlk öncə nə edirik? Deməli, bizdən deyir ki, ölkədə ÜDÜM-ün həcmi 450 milyard dollardır. Baxın, belə imtahanda sizə bir tövsiyəm olar ki, belə sxem kimi qurun. ÜDÜM nə qədərdir? Ümumi 450 milyard dollardır. Düzdürmü? 450. Ümumin ölkə xaricindəki dəyər, yəni xarici məhsul deməkdir. Bu ümumin ölkə xaricindəki dəyər. ÜDÜM-ün 20%. Bu 450-ci lap qələmi dəyişək, sizə daha aydın olsun. Baxın, ÜDÜM nə qədərdir? 450, düzdürmü? Deyir ki, ümumi nə qədərdir? Ümumin xarici məhsulu. ÜDÜM-ün 20%, yəni 450-nin 20%-ni tapıram. %20. Bu da eləyir, deməli, nə qədər? 90. Deməli, xarici məhsul nə qədər imiş? 90. Aha. Daha sonra deyir ki, ölkədə xarici şirkətlərin payı 180-dir. ÜDÜM-də xarici şirkət bu hissədir, düzdürmü? Bu da 180-dirsə, ümumi xarici şirkətin daxili şirkət bir də 450-dir. ÜDÜM. Bax, test özü verir. Deməli, ÜDÜM 450-dirsə, onun xarici şirkəti 180-sə nə edəcəm? 450-dən çıxacam 180-i. Eləcək nə qədər? Deməli, 7, 3-dən 1, 270. Deməli, daxili şirkətlərin payı nə qədər olacaq? 270 milyard dollar. 270 milyard dollar həm daxili şirkətdirsə, həmçinin daxili məhsul da 270 milyard dollar olur. Baxın, yəni daxili məhsul daxili şirkətə aiddir, xarici məhsul xarici şirkətə. Daxili məhsul 270-dir, xarici məhsul 90-dır. Bizdən soruşur ki, ümumi hesabla. Necə ki, ÜDÜM-də, məsələn, bayaq 450, digər 180, indi burada da 270 daxili məhsuldur, xarici məhsul 90-dır. Deməli, nə edəcəm? 270 üstə gəl 90. Eləyir nə qədər? 360 milyard dollar. Deməli, ümumi həcm nə qədər olacaq? 360 milyard dollar. Düzgün cavab olacaq Y variantı. Növbəti test izahlarında görüşənədək hələlik.